Salam, hər vaxtınız xeyir. Bu videoda sizlə ədədlər ilə bağlı məsələlərə baxacağıq. Gəlin başlayaq. Birinci sualda deyir, bir ədəd digərindən 5 dəfə böyükdür. Bir ədəd digərindən 5 dəfə böyükdür. Əgər böyük ədəddən 40 çıxıb kiçik ədədin üzərinə 120 əlavə etsək, alınan nəticələr bərabər olar. Bu ədədlərin cəmini tapın. Gəlin tapaq. Bir ədəd x, digəri bundan 5 dəfə böyükdür. 5x. Əgər böyük ədəddən 40 çıxsaq, böyük ədəd budur. Bundan 40 çıxsaq, kiçik ədədin üzərinə 120 əlavə eləsək, bu ədədlər bərabər olar. X-i tapaq. Bunu atarım sol tərəfə, 40-ı atarım sağ tərəfə. 5x çıx x bərabər 120 plus x. 4x 120 plus 40. 4x bərabər 160, x bərabər 40. X-i tapdım 40. Mənə x lazım deyil. X 40-dır. Bir də 5x var. 5x nədir? 5 dənə 40. Yəni 200. Bir ədədim 200, bir ədədim 40. Məndən bunların cəmini istəyir. Onlar 240. Cavab A variantı. Baxaq ikinci suala. Bir ədəd digərindən 4,5 dəfə böyükdür. Böyük ədəddən 54 çıxıb kiçik ədədə 72 əlavə edilsə, eyni nəticə alınır. Eyni sual tipidir. Bir ədəd x digəri bundan 4,5 dəfə böyükdür. Yəni 4x. 4,5x. Böyük ədəddən 54 çıxıb. Böyük ədəd hansıdır? 4,5x. 4,5x-dən 54 çıxıb. Kiçik ədədin üzərinə 72 əlavə etsək, bunlar bərabər olar. X-i sol tərəfə, 54-ü sağ tərəfə atarım. 4,5x çıx x bərabər 72 plus 54-ə. Onda 3,5x bərabərdir. 72 ilə 54 toplayanda eləyir 126. X də bərabərdir. 126 bölünsün 3,5. 126-nı 3,5-ə böləndə belə eləyərik. 1260 bölünsün 35. Buradan ixtisar apararam. 5-i ixtisar aparsam qalar burada 200. Deməli 252. Aşağıda 7. 252-də 7-yə böləndə neçə dəfə düşər? 252 böl 7 olacaq 36 dəfə olmalıdır. 36 dəfə. Deməli, bu oldu 36. Kiçik ədədi tapın. Kiçik ədədi tapdıq elə 36. Bu qədər. Baxaq üçüncü suala. Ədədə özünün 40%-ni və 42 əlavə etdikdə 210 alınır. Həmin ədədi tapın. Hansı ədəddir bu? Hansı ədəddir bu? Bilmirəm. Dondu ekran. Ədədi bilmirəm. X. Özünün 40%-ni əlavə etsək, x-in üzərinə bunun 40%-i nədir? Ədədin 40%-i demişdik ki, ədəd vurur 40 böl 100. Yəni 0,4 x. Ədədin üzərinə 40%-ni əlavə eləsək, üzərinə 42 də əlavə eləsək 210 alınır. Gəlin 42-ni ataq sol tərəfə. X 0,4x, 1,4x bərabərdir 210 çıx 42. 1,4x bərabər 210-dan 42-ni çıxanda bizə verəcək 168, x də bərabər 168 böl 1,4. Vergülü tullayıb bura bir 0 əlavə eləsəm, 1680 böl 14. 1680-də 14-ə böləndə 120 dəfə düşəcək. Cavab 120. E variantı. Baxaq dördüncü suala. Ədədə özünün 30%-ni və 36 əlavə etdikdə 205 alınır. Deməli, ədədə özünün, ədəd nədir? X. Bunun 30%. Özünün 30% olacaq 0,3x və 36 əlavə etdikdə 205 alınır. X 0,3x, 1,3x bərabərdir 205. Çıx, bunu atıram sağ tərəfə 36. 1,3x bərabər 205-dən 36 çıxanda bizə verəcək 169. X bərabər 169 böl 1,3. Vergülü silib bura bir 0 əlavə edirəm. 1690-nı da 13-ə bölsəm bizə verəcək 130. Deməli, həmin ədəd 130 imiş. D variantı. 5-ci sualda bu tənnilər sisteminin sualıdır. Cəmi 6, fərqi 4 olan 2 ədəd. Cəmi x üstəgəl y bərabər 6, fərqi x çıx y bərabərdir 4. Ədədin hasilini tapın. Sistem eləyərəm. 6 toplasam y-lər islah olar. 2x bərabər toplayanda 10 verir. X bərabər 5. X 5-dir. 5 ilə nəyi toplasaq 6 verir. Deməli, y də 1 imiş. X5, Y1 bizdən bunların hasilini istəyir. 5 vur 1, cavab 5. C variantı. 6-cı sualda cəmi 8,4
Cəmi 8 onda 4, fərqi 8 onda 4 yazım. Fərqi isə 4 onda 4 olan x sıx y bərabərdir 4 onda 4 olan 2 ədədin hasilini tapın. Sistem eləyərəm. 6 toplayanda y-lər islah olar. 2x bərabərdir. Bunlar toplayanda bizə verər 12,8. X də bərabərdir 6,4. Gəlin yerinə qoyaq. X ilə y toplayanda 8,4 verir. 6,4 ilə y toplayanda 8,4 verirsə, deməli y nədir? 8,4 sıx 6,4. Yəni y bərabərdir 2. Y2 x 6,4. Bunların hasili bizə verəcək 12,8. C variantı. 7-ci sualda 2 ədədin cəmi 9, hasili 14. Bu ədədlərdən kiçiyini tapın. Bu tipli suallarda heç tənliklər sisteminə falan ehtiyac yoxdur. Toplayanda 9, vuranda 14. Vuranda 14 eləyən ədədlər 1 ilə 14 var, 2 ilə 7 var. Elə cavab neçədir? 2 ilə 7. Toplayanda 9 versin. Bunlardan kiçiyini tapın. 2. Y variantı. 8-də 2 müsbət ədədin fərqi 7. 2 müsbət ədədin fərqi 7-dir. Deməli, x sıx y bərabərdir 7. Hasili 78-ə bərabərdir. X, y bərabərdir 78. Bu ədədlərin cəmini tapın. Gəlin tapaq. Düzdür, bunu yenə deyirəm. Tənliklər sistemi ilə getmək olar, əvəz etmə üsulu ilə. Amma onun əvəzində nə edəcəm? Vuranda 78 eləyən ədədləri axtarıram. Hansı ədədlər var vuranda 78 eləsin? Baxaq. Elə 1-dən başlasaq. Məsələn, 78 ilə 1 var. Sonra 39 ilə 2 var. Sonra nə var? 39 2-dən başqa. Deməli, 13 ilə 6 var. Elə baxın, 13 ilə 6 imiş. 13 sıx 6 bizə 7 verir. 13 fərqi bizə nə versin deyir? 7. 13 6 vuranda 78 eləyir, çıxanda 7 eləyir. 13 6 bizdən bunların nəyini istəyir? Cəmi 13 ilə 6-ını toplayanda da verəcək 19. A variantı. Bunu bir də necə yazmaq olardı? Əvəz etmə üsulu ilə x sıx y. Qoy bu hissəni silim. X sıx y 7-dir. X vur y 78. X bərabərdir 7 plus y. X'in yerinə yazaram 7 plus y vurulsun y bərabər 78-ə. Y-in kvadratı vurub açıram, birinci y-in kvadratını yazıram. Y-in kvadratı üstəgəl 7y bərabər 78-ə. Y-in kvadratı üstəgəl 7y çıx 78 bərabər 0-a. Toplayanda mənfi 7, vuranda isə mənfi 78 eləyən ədədlər. Bu hansı ədədlərdir belə? Olacaq mənfi. Deməli, bizə hansı ədədlər olar? Mənfi 13 ilə 6. Y 6-dırsa, x də elə 13 imiş. Yəni, ha belə uzun adı Vietnə də gəlib tapdıq, ha da başda tapdıq, eyni şey gəlib çıxacaq. 13 ilə 6-ını toplayanda yenə 19 verir. 9-cu suala baxaq. 2 ədədin cəmi 15. 2 ədədin cəmi 15. Fərqi 5-dir. Bu ədədlərin hasilini toplayın. 6 toplasaq y-lər silah olar. 2x bərabər 20, x bərabər 10. X 10-dursa, x üstəgəl y 15 verir. 10 üstəgəl y 15-dirsə, y bərabərdir 5 olacaqdır. X 10, y 5. Bu ədədlərin hasilini tapın. 10 vur 5, 50. A variantı. 10-cu suala baxaq. 2 ardıcıl natural ədədin hasili 240-a bərabərdir. Bu ədədlərin cəmini tapın. 2 ardıcıl natural ədəd nədir? X və x plus 1. Düzdürmü? Bunların hasili 240-a bərabərdir. Bu ədədlərin cəmini tapın. Bunun da asan yolunu deyim. Heç Vietnə getməyək. 240. 240 hansı ədədin kvadratına yaxındır? Ağlınıza birinci gələni götürürsünüz elə. 240-a ən yaxın kvadrat verən ədəd. 225. Düzdürmü? Deməli, 225, onda nə edəsiniz? Ədədlərimizdən biri 15-dir, digəri 16. Baxın, necə götürürsünüz? 240-ın tutaq ki, sol tərəfini götürdünüzsə, olacaq 15, 225. Ağlınıza tutaq ki, 225 gəldi. Sol tərəfini götürmüsünüzsə, kiçik ədəd götürmüsünüzsə, onda ədədlər olacaq 15, 16. Əgər yox, siz 240-dan sağ tərəfi böyük ədədi 256-ını götürmüsünüzsə, onda nə götürürsünüz? 256 240-dan böyükdür deyə 16 və ondan bir vahid kiçik. 16, 15. Bu formada. Yəni 240
hansı ədədlərin kvadratına yaxındırsa, ardıcıl dediyinə görə ona uyğun hesablayırıq. 240. 2 ardıcıl natural ədədin hasili 240-dır. Və biz kvadratları buna yaxın olanı tapdıq. 225, 226, 225, 256, 15, 16. Birini də görsək kifayətli. Məsələn, eynisin. Bir dəqiqə burada nə tapdıq? Cavab 15 plus 1 də 16 verir. Bu ədədlərin cəmini tapın. 15 ilə 16-nın cəmi 31. 11-də 2 ardıcıl natural ədədin hasili 132. Hasili 132-dirsə, ədədlər nə idi? X plus 1. Hasili 132. 132 ən yaxın ədəd. Hansı kvadrat verən ədəd var? 121. Deməli, ədədlər 11, 12-dir. Bunların cəmi 11 üstəgəl 12, cavab 23. Ya da eyni qayda. 132, ağlınıza 144 gəldi. 144, 12, 11. Bunların cəmi 23. Bu formada tapa bilərsiniz. Düzdür, V8-lə də cavab çıxır. X kvadrat üstəgəl x, yəni V8-lə də yazım siz üçün. X kvadrat üstəgəl x bərabər 132-yə. X kvadrat üstəgəl x çıx 132 bərabərdir 0-a. X1 üstəgəl x2 bərabər -1. X1 vur x2 bərabərdir -132. Siz onsuz buradan vuranda 132, -132 toplayanda -1 eləyən ədədləri axtarmalısınız. Yəni -12 ilə müsbət 11. Deməli, biri 11 imiş, digəri 12. Bu formada da tapmalısınız. Baxaq 12-ci suala. 12-ci sualda deyir ki, 3 ardıcıl natural ədəddən ilk ikisinin kvadratları cəmi üçüncünün kvadratına bərabərdir. Bu ədədlərdən böyüyün tapın. Gəlin ədədləri yazaq. Deməli, x plus 1 və x plus 2. Deyir, ilk ikisinin kvadratları cəmi bizə verir üçüncünün bərabərdir üçüncünün kvadratı. X kvadratı üstəgəl, x kvadratı üstəgəl, bu mötərizəni çıxsam 2x plus 1 bərabərdir. X kvadratı üstəgəl, hasilinin 2 müsili 4x üstəgəl 4. X kvadratları gedər. X kvadratı üstəgəl 2x üstəgəl 1 çıx 4x çıx 4 bərabərdir 0. X kvadratı 2x çıx 4x çıx 2x 1 çıx 4 çıx 3 bərabər 0-a. Buradan tənliyimin köklərinin cəmi eləyəcək 2, tənliyimin köklərinin hasili bərabərdir -3. Hansı ədədlərdir bunlar? 3 ilə -1. Natural ədəd deyir deyə -1-i götürənmərəm, 3-ü götürürəm. Və ədədim neçə imiş? 3. Bizdən bu ədədlərdən böyüyün istəyir. 3, 4, 5. Cavab B variantı. Baxaq 13-cü suala. 13-də 3 ardıcıl cüt natural ədəddən ilk ikisinin kvadratları cəmi üçüncünün kvadratına bərabərdir. Bu ədədlərdən böyüyün tapın. Gəlin tapaq. Ədədlər ardıcıl cüt deyirsə x plus 2, x plus 4, x-in kvadratı üstəgəl x plus 2-nin kvadratı bərabərdir x plus 4-ün kvadratına. Düzdür, burada diqqətlə baxsaq, bayaq ki 3, 4, 5 idi. Bu da 6, 8, 10 olar Pifaqor ədədləri. Amma yazıram. X-in kvadratı üstəgəl, x-in kvadratı üstəgəl, hasilinin 2 misli 4x üstəgəl 4 bərabərdir. X-in kvadratı üstəgəl 8x üstəgəl 16. X-in kvadratları gedər, buradakıları atıram sol tərəfə. X kvadratı üstəgəl 4x üstəgəl 4 çıx 8x çıx 16 bərabər 0-a. X-in kvadratı 4x-dən 8x-i çıxsaq bizə verəcək -4x. 4 çıx 16 bizə verəcək çıx 12 bərabər 0-a. Tənliyin köklərinin cəmi 4, tənliyin köklərinin hasili bərabər -12. x1, x2 bu hansı ədədlərdir? 6 ilə -2. -2-ni götürmərəm. Onlar cavab 6. 6, 8, üstünə də 4 gələndə 10 verir. Bu ədədlərdən böyüyün tapın. Tapdıq A variantı. 13-dən sonra 14-cü suala baxaq. 14-də 3 ardıcıl cüt natural ədədin hasili, 3 ardıcıl cüt natural ədəddən söhbət gedirsə, x plus 2, x plus 4. 3 ardıcıl cüt natural ədədin hasili onların cəminə olan nisbəti 4-ə bərabərdir. Bunların hasili, yəni x vur x plus 2 vur x plus 4 böl bunların cəmi x plus 2, x plus 4 bərabərdir 4-ə. X vur x plus 2, x plus 4 aşağıda toplayanda bizə verəcək 3x plus 6 bərabərdir 4-ə. 3x plus 6-dan da 3 ortaq çıxarsaq, x vur olsun x plus 2 vur x plus 4 bölünsün. 3 vur olsun x plus 2, x plus 2-lər islah olar bərabər 4-ə. Qaldı nə? X vur x plus 4
bölü 3 4-dür. Məxrəcdən bir atıb çarpaz eləsəm, x vur x plus 4 də bərabərdir 12-yə. Açaram x-in kvadratı üstəgəl 4x. 12-ni atıram sol tərəfə çıx 12 bərabər 0. x1 üstəgəl x2 bərabərdir -4. x1 vur x2 bərabərdir -12. Bu hansı ədədlərdir? -6 ilə -2. Deməli, bu ədədlərin cəmini tapın. -6 götürmərəm, natural deyir. Ona görə 2-ni götürürəm. 2, 4, 6. Bu ədədlərin cəmi 2 üstəgəl 4 üstəgəl 6. Cavab 12. B variantı. Baxaq 15-ci suala. Eyni tipli sualdır. 3 ardıcıl natural ədədin hasili x, birbaşa yazıram hasili x plus 1, x plus 2. Onların cəminə olan nisbəti x plus x plus 1 plus x plus 2 bərabərdir 5-ə. X vur x plus 1 vur x plus 2 böl 3x plus 3 bərabərdir 5-ə. X vur x plus 1 vur x plus 2 böl 3 vur x plus 1 bərabərdir 5-ə. X plus 1-lər gedər. X vur x plus 2 böl 3 bərabər 5-ə. Məxrəcinə bir atıb çarpaz eləsəm, bu hissəni də vurub atsam. X kvadrat üstəyər 2x bərabər 15-ə. 15-i sola atsaq, x kvadrat üstəyər 2x çıx 15 bərabər 0-a. x1 üstəyər x2 bərabərdir -2. x1 vur x2 də bərabərdir -15. Bu hansı ədədlərdir belə? Deməli, toplayanda -2, vuranda -15 versin. 5 ilə, -5 ilə -3. -5-i götürənmərəm, -3-ü götürəcəm. Bu ədədlərdən bölgünü tapın. Ədədlər x plus 1, x plus 2, yəni 3, bundan sonra 4, bundan sonra 5 gələcək. Bölgü eləyər B. Baxaq 16-cı suala. 3 ardıcıl natural ədədin kvadratları cəmi 365-ə bərabərdir. Bu ədədlərin cəmini 3-ə böldükdə alınan qisməti hesablayın. Deyir, 3 ardıcıl natural ədədin kvadratları cəmi x, x plus 1, x plus 2. Bunların kvadratlarının cəmi bərabərdir 365-ə. X kvadratı üstəgəl, x-in kvadratı üstəgəl, müxtəsəri açıram 2x üstəgəl 1 üstəgəl, x-in kvadratı üstəgəl 4x üstəgəl 4 bərabərdir 365-ə. 3x-in kvadratı üstəgəl 6x üstəgəl 5, 365-i də ataq sol tərəfə. Bunları səlgəyə saldım. 2x ilə 4x-i 1 yığdım, 1 ilə də 4-ü 1 yığdım. 365-i atıram sol tərəfə bərabərdir 0. 3x-in kvadratı üstəgəl 6x çıx 360 bərabərdir 0. Hər tərəfi 3-ə bölərəm. X-in kvadratı üstəgəl 2x çıx 120 bərabərdir 0. Toplayanda bizə -2, vuranda bizə -120 verən ədədlər hansılardır? 10 ilə -12. 10 ilə -12 deyir ki, bu ədədlərin cəmini. Birinci 10-u tapdım, -12-ni götürməyəcəm, natural deyir. Ədədlərim oldu 10, 11, 12. Bu ədədlərin cəmini 33-ü bölək 3-ə. Cəmini 3-ə böldükdə alınan qismət 11. Cavab tapdıq 11. Baxaq 17-ci suala. 17-də deyir ki, 3 ardıcıl natural ədədin kvadratları cəmi 434-ə bərabərdir. Bu ədədlərin cəmini 3-ə böldükdə alınan qismət. Eyni sualdır. Eyni sual tipidir. Baxırıq 17-dən neynəyəcəm? Yenə x plus 1, x plus 2. Bunların kvadratları cəmi x-in kvadratı üstəgəl x plus 1-in kvadratı üstəgəl x plus 2-nin kvadratı bərabər 434-ə. X-in kvadratı üstəgəl x kvadratı üstəgəl 2x üstəgəl 1 üstəgəl x-in kvadratı üstəgəl 4x üstəgəl 4 bərabərdir 434-ə. X-in kvadratı ilə x-in kvadratı 2x kvadratı 2x. Burada bir dəqiqə bu da var. Bunu yeməyək. 3x-in kvadratı 2x 4x verəcək plus 6x 1, bu da 4 bizə verəcək plus 5 çıx 434 bərabərdir 0-a. 434-ü atdım sola. 3x-in kvadratı üstəgəl 6x çıx 429 bərabərdir 0-a.
5-dən 434-ü çıxdım. Hər tərəfi 3-ə bölərəm. X-in kvadratı üstə gəl 2x. Çıx. 429-u 3-ə böləndə bizə verəcək 143 bərabər 0-a. Toplayanda x1 üstə x2 bərabərdir. -2. x1 vur x2 bərabərdir. -143. Bu hansı ədədlərdir? x1, x2. Yəqin ki 11 ilə 13-dür. -13, -11. Deməli, tapdım ki, ədədlərimdən x-im 11-dir, sonra 12 gəlir, sonra 13 gəlir. Bizdən də bunların cəminin cəmi 36. Cəmi 36 elədir. Deyəm. Bura niyə yazılmadı bu? Cəmi 36-dır. Cəmin 3-ə bölündükdə alınan qismət 36-nı da bölərəm 3-ə, cavab eləyər 12. Baxaq növbəti 18-ci suala. 3 ardıcıl cüt natural ədədin cəminin 80% 96-ya bərabərdir. Bu ədədlərdən böyüyünü tapın. Gəlin, nə edeyim burada? 80% 96-dır. Birinci, bax, 3 ardıcıl cüt natural ədəd x, x plus 2, x plus 4. Cəminin 80%. 80% 96-dırsa, birinci, 100%-in 80% 96-dırsa, 100%-in bilmirəm, nə deyək? Deyək, bir y, x yazmışıq artıq. Y-i tapaq, yəni birbaşa cəmini tapaq. Cəmini tapmaq üçün 80 y bərabərdir 96 vur 100. Y bərabərdir 96 vur 100 böl 80. Bunun 1 0 ilə bu 0 gedər. 96-nı da 8-ə böləndə düşər 12 dəfə. Yəni 120. Deməli, cəminin 80% 96-dırsa, cəmi 120-dir. Bu ardıcıl cüt ədədlərin x ilə x plus 2-nin, x plus 4-ün cəmi neçəymiş? 120. 120. X 3x plus 6 bərabərdir 120-yə. 6-nı atıram sağ tərəfə. 3x bərabər 120 çıx 6. 3x bərabərdir 114. X bərabərdir 114-ü 3-ə böləndə bizə verəcək 38. 38. Ədədlər nə olacaq? 38. 38 plus 2, 40 plus 4, 38 üstünə 4 gəlsək, bu da eləyər 42. Bu ədədlərdən böyüyünü tapın. 42-ni istəyir. Sonra keçək 19-cu suala. 2 ardıcıl cüt natural ədədin hasili 168-ə bərabərdir. Bu ədədlərdən böyüyünü tapın. Bayaq bunu danışdıq. Ardıcıl cüt deyir burada. Nə edərəm? Deməli, 19, x və x plus 2. Bunların hasili 168-ə bərabərdir. Ardıcıl cüt ədəd x plus 2 hasili 168. Vurub açaram. X-in kvadratı üstə 2x bərabər 168-ə. 168-i atıram sol tərəfə. Çıx 168 bərabərdir 0-a. Tənliyin köklərinin cəmi bərabər -2. Tənliyin köklərinin hasili bərabərdir -168. Deməli, x1, x2 bərabərdir. Bu hansı ədədlərdir? Hansı ədədlərdir? Bizə vuranda -168, toplayanda -2 versin. 14 ilə 12. -14 ilə müsbət 12. Deməli, x-im 12 imiş, bir ədədim 12 imiş, digərim neçə imiş? 14. Ədədlərdən böyüyün istəyir. X-im 12, x plus 2 isə 14. Məndən böyüyün istədiyinə görə cavab C variantı. Baxaq 20-ci suala. 2 ardıcıl tam ədədin hasili, yazın buradan. 2 ardıcıl tam ədədin hasili, ondan sonraki 2 ardıcıl tam ədədin hasilindən 42 vahid kiçikdir. Ardıcıl ədəd x, x plus 1. Deməli, x ilə x plus 1-in hasili, 2 ardıcıl tam ədədin hasili, ondan sonraki 2 ardıcıl tam ədədin hasilindən 42 vahid kiçikdir. Bunlardan sonra gələn ardıcıl ədədlər x plus 2, x plus 3. Hasilindən 42 vahid kiçikdir. Yəni, İlk ikisi növbəti gələn ikisinin hasilindən 42 vahid kiçikdir. Mən də nə etdim? Böyükdən 42-ni çıxdım. İndi vurub açaram. X-ə x kvadratı üstə gəl. X bərabərdir. X-ə x kvadratı, x-3-ə 3x, 2x-ə plus 2x, 2-3-ə plus 6, çıx 42. X kvadratlar gedər. Bizdə qalar 3x, 2x. X bərabər 5x, 6 çıx 42, 36, -36. 5x ataq sol tərəfə, x çıx 5x bərabər -36, -4x, -36 olarsa, x də bərabər -36 böl -4, yəni 9. Bu ədədlərdən kiçiyini tapın. Deməli, ədədlərdən kiçiyi 9, sonra 10, sonra 11, sonra 12 gələrdi. Bizdən 9 istəyirdi.
20-dən sonra baxaq 21-ci sual. 21-də deyir ki, 2 ardıcıl tam ədədin hasili, bundan sonra eyni sualdır. 2 ardıcıl tam ədəd x, x plus 1 hasili, bunlardan sonra gələn 2 ardıcıl tam ədədin x plus 1-dən sonra gələn x plus 2, ondan sonra gələn x plus 3-dür. Hasilindən 34 vahid kiçikdir. Yenə bunu vurub açaram. X-in kvadratı üstəgəl x bərabərdir. X-in kvadratı üstəgəl x 3-ə 3x üstəgəl 2x-ə 2x üstəgəl 2 vur 3 6 çıx 34. X kvadratları silah olar. X bərabərdir 5x çıx 6 çıx 34 28. X çıx 5x bərabərdir mənfi 28, mənfi 4x bərabər mənfi 28-dirsə, x də bərabər mənfi 28-i mənfi 4-ə böləndə eləyər 7. Bu ədədlərdən kiçiyini tapın, kiçiyi ədədi 7, sonra olardı 8, 9, 10. Baxırıq 22-ci suala. 22-də biri o birindən 2 vahid böyük olan 2 natural ədədin kvadratları cəmi. Biri o birindən 2 vahid böyük, yəni biri x-dir, digəri x plus 2-dir. Bu ədədlərin kvadratlarının cəmi bərabərdir 452. Açaram x kvadratı üstəgəl x-in kvadratı üstəgəl 4x üstəgəl 4 bərabər 452-yə. 452-ni atıram sol tərəfə. 2x-in kvadratı üstəgəl 4x üstəgəl 4 çıx 452 bərabər 0-a. 2x-in kvadratı üstəgəl 4x 4-dən 452 çıxanda bizə verəcək çıx 448 bərabərdir 0-a. Hər tərəfi 2-yə bölürəm. X kvadratı üstəgəl 2x çıx 224 bərabərdir 0-a. 224 eləyir. X1 üstəgəl x2 bərabərdir mənfi 2. X1 vur x2 bərabərdir mənfi 224. Hansı ədədlərdir? Toplayanda mənfi 2 vuranda mənfi 224 eləyir. Deməli 14 ilə 16 eləyir. 14 vur 16 eləyər. Əslində bu ardıcıl cütündə bir qaydası, yəni məsələn cəmi mənfi 2, vuranda mənfi 224. Düzdürmü? Bu toplayanda mənfi 2 verirsə, burada belə ardıcıl cüt ədəd məntiqi ilə gedəndə 224 nəyin kvadratıdır? 225-in. 225-in yaxın ədədləri götürək. 224 nəyin kvadratına yaxındır? 224. 15-in kvadratına 225-ə yaxındır. Düzdürmü? 224 yaxındır 15-in kvadratına 225-ə. Mən ona görə nə edirəm? Oradan 14, 16-nı seçirəm ki, arasındakı fərqli 2 olsun. Yəni bu formada rahat tapırıq. Ədədləri vuranda 224 eləyən ədədləri. 16 mənfidir, 14 müsbətdir. Mənfi 16 müsbət 14. Bizdən də nə istəyir? Bu ədədlərin cəmini tapın. Bizdə nə idi? Ədədlərdən biri 14 idi, o birisi 14 plus 2, 16. Bunların da cəmi eləyər 30. Bizdən elə bunu istəyir. 22-dən sonra 23, biri o birindən 4 vahid böyük olan 2 natural ədədin kvadratları cəmi 400-ə bərabərdir. Gəlin tapaq. Ədədlərdən biri x, o birisi x plus 4-dür. Bunların kvadratları cəmi bərabərdir 400-ə. X-in kvadratı üstəgəl, x-in kvadratı üstəgəl 8x üstəgəl 16 bərabər 400-ə. 2x kvadratı üstəgəl 8x üstəgəl 16 çıx 400 bərabər 0-a. 2x-in kvadratı üstəgəl 8x çıx 400, 16-dan 400 çıxanda bizə verəcək 384 bərabərdir 0-a. X kvadratı üstəgəl 4x çıx 384-ü hər tərəfi 2-yə böldüm. Hər tərəfi böldüm 2-yə ki, rahat şəkildə həll edeyim. V-yə tətbiq edə bilirəm. X kvadratı üstəgəl 4x çıxılsın 384-ü böləndə 192 bərabər 0-a. Hansı ədədlərdir? Toplayanda bizə versin mənfi 4, vuranda bizə versin mənfi 192. Yəqin ki, bu ədədlər olacaq 12 ilə 16. X1 bərabərdir mənfi 16, x2 bərabərdir müsbət 12. Biz də mənfi ədəd götürməliyik. Müsbət 12-ni götürəcəm. Bu ədədlərin cəmini hesablayın. Ədədlər biri o birindən 4 vahid böyük olan 2 natural ədəd. 12, o birisi 16. Bunların cəmi 12 üstəgəl 16 bizə verər 28. Tapdıq. 23-dən sonra baxaq 24-də. 2 müsbət ədəddən biri digərindən 5 dəfə böyükdür. 24-də. 2 müsbət ədəddən biri digərindən 5 dəfə böyükdür. Biri x, biri 5x.
Bu ədədlərin hasili 80-dir. Yəni x0 5x bərabərdir 80, 5x-in kvadratı bərabərdir 80, x-in kvadratı bərabər 80-i 5-ə bölsəm 16, x bərabərdir 4. Mənfi 4 də ola bilər, amma söhbət 2 müsbət ədəddən gedir deyə mənfi 4-ü götürmürəm. Ədədlərimdən biri 4, digəri isə 5 vur 4, yəni 20. Böyük ədədi tapın, tapdıq ki 20 imiş. Baxaq 25-ci suala. 2 müsbət ədəddən biri digərindən 10 vahid kiçikdir. 25-ci sualda 2 müsbət ədəddən biri digərindən 10 vahid kiçikdir. Yəni biri x-dir, digəri x sıx 10-dur. Bu ədədlərin hasili 75-ə bərabərdir. Kiçik ədədi tapın. x0 x sıx 10 bərabərdir 75-ə. Bir balaca diqqətli olsanız görərsiniz ki, bu ədədlər elə 15 ilə 5-dir. Kiçik ədəd 5. Yəni vuranda 75 eləsin. Ya da nə edirəm? Vurub açaram. X-in kvadratı çıx 10x. 75 atdım sol tərəfə çıx 75 bərabər 0. Tənlimin köklərinin cəmi bərabər 10. Tənlimin köklərinin hasili bərabərdir mənfi 75. İndi oturub düşünərik. Toplayanda 10, vuranda mənfi 75 eləyən ədədlər hansılardır görəsən? Hansılardır? 15 ilə mənfi 5. Mənfi 5-i götürmərəm. X birim olar 15. X kim də olar? 15 çıx 10. Yəni 5. Cavab oldu 5. 25-dən sonra 26-cı sual. 26-dan nisbəti 3/5 olan 3/5 olan elə iki ədəd tapın ki, onlara uyğun olaraq 15 və 4-ə əlavə etdikdə alınan ədədlər 3/2 nisbətində olsun. Nisbəti 3/5-dirsə, deməli ədədlər bu formada 3/5 nisbətində yazılır. Biz buna nə deyirdik? 3x, 5x. Ədədlərim nədir? 3x ilə 5x. Düzdür? Onlara uyğun olaraq 15 və 4 əlavə etdikdə buna nəyi əlavə edəcəm? Buna əlavə edəcəm 15, buna əlavə edəcəm 4. Deyir, alınan ədədlərin nisbəti, yəni bu ədədlə bu ədədin nisbəti 3x üstəgəl 15 ilə nisbət nə idi? Bölmə. 5x üstəgəl 4-ün nisbəti bərabər olar 3/2-yə. Buradan da çarpaz eləyərəm. Çarpaz eləsəm, deməli 3-ü vursam 5x-ə. 3 vur olsun 5x plus 4 bərabərdir 2 vur olsun 3x plus 15. 15x üstəgəl 12 bərabərdir 6x üstəgəl 30. 6x-i sola ataq. 15x çıx 6x bərabərdir 30 çıx 12. 9x bərabər 18, x bərabərdir 2. Tapdıq ki, bu ədəd neçə imiş? 2 imiş. Baxaq 27-yə, eyni tip sualdır. Deyir ki, nisbəti 2/3 olan elə iki ədəd tapın. Elə iki ədəd tapaq, nə olacaq bu ədədlər? 2/3 nisbətində ədədlər 2x və 3x. Onlara uyğun olaraq 6, 2x üstəgəl 6 və 12 əlavə etdikdə 3x üstəgəl 12 olsa, alınan ədədlər 3/5 nisbətində olar. Yəni bunu buna bölsək, 2x plus 6-nı bölsək 3x plus 12-yə bizə nə verəcək? 3/5. Bunu da çarpaz eləyərəm. Deməli, 5-i vuraq 2x plus 6-ya bərabər eləyək 3 vur 3x plus 12. Vurub açaram 10x üstəgəl 30 bərabərdir 9x üstəgəl 36. 9x-i bu tərəfə 30-u bu tərəfə ataram. Eləyər 10x çıx 9x bərabər 36 çıx 30. X bərabərdir 6. Biz 36-da ədədləri heç tapmadıq. 26-da bağışlayın. 27-ni yazım, qayıdıram 26-ya. 27-də ədədlər 2x, 3x idi. Düzdürmü? Deyir, nə eləyin? 2 ədəd tapın, həfsə. 2 ədəd tapın. X 6 tapmışam. X 6 tapmışamsa 2 vur 6, 12. 3 vur 6, 18. Burada 26-cı sualda mən nəyi tapdım ki? Baxın, 26 buradadır. X-i tapdım ki, ədədlər nə olacaq? 3x, 5x götürmüşdü yaxı. 3 vur 2, 6, 5 vur 2, 10. Ədədlər olacaq 6 ilə 10. 6 və 10. Burada neçə tapdıq? Ədədlər oldu 27-də. Deməli, 2 vur 6, 12 və 18. Üzrü sayın diqqətsizlik oldu orada. Baxaq 28-ci suala. 28-də deyir ki, 2 rəqəmli ədədin 20%-i onun rəqəmlərinin cəminə bərabər olarsa, bu ədədi tapın. Deməli, x, y başında xət. 2 rəqəmli ədədin 20%-i.
Bunun 20%, x-y-in 20% vur 20 böl 100 bərabərdir bunun rəqəmlərinin cəminə. Gəlin x-y açaq. 10x üstəgəl y vur olsun. Bunun 20% nədir? Bunun ixtisar aparsam olacaq 5də 1-i. Bərabərdir x plus y. Bu 5-dən də camımızı qurtarmaq üçün hər tərəfi 5-ə vuraram. Olacaq 10x plus y bərabər bu 5 ilə bu 5 gedər. 5x üstəgəl 5y. 5x'i bu tərəfə, y-i bu tərəfə ataram. 10x çıx 5x bərabərdir 5y çıx y. 5x bərabərdir 4y. X 4, y 5. K deyirdik normalda bunlara. Amma bu rəqəmlərdir deyə K-ya ehtiyac yoxdur. Yəni K-ya biz 2 qoyanmarıq. 2 qoysam bu 10 eləyər deyə. K-ya heç ehtiyac yoxdur. Elə olur nə? X4, Y5 bizdən ədəd istəyir. Bu ədədi tapın. Ədəd nə idi? X, Y. Yəni 4, 5. Yanaşı qoyanda olur 45. Keçək 29-cu suala. Deməli, nə oldu? 45. 29-da 2 rəqəmli ədədin 16%, eyni sual tipidir. Yenə yazıram X, Y. Üstündə xət. Bunun 16%, X, Y vuraq 16-ya, bölək 100-ə, bərabərdir neçəyə? Lap belə bölək 100-ə. Bərabərdir bunun rəqəmləri cəminə. Onun rəqəmlərinin cəminə x üstəgəl y-ə. 16 ilə bu ixtisar gedər. Burada 4 qalar. Burada 25. Bunu da açaram. 10x üstəgəl y vur 4 böl 25 bərabərdir x plus y. Məxrəcdən bir atıb çarpaz eləsəm 40x üstəgəl 4y bərabərdir. 25-i vursam x-ə 25x üstəgəl 25y. 25x-i sol tərəfə 4y sağ tərəfə atsam 40x çıx 25x bərabərdir 25y çıx 4y. 15x bərabərdir 21y. Hər tərəfi 3-ə bölərəm ki, mən daha rahat ədədləri alım. 5x olacaq 7y. 5x 7y-dirsə, qoy buradan yazım. 5x bərabər 7y-dirsə, x 7, y 5. Buradan da baxıram ki, nə olacaq? X 7, y 5-dir. Mən yenə k yazmıram. Çünki rəqəmlər 7-dən, yəni 7 vur 2, 14 rəqəm ola bilməz deyə. Mən də x 7, y 5. Məndən də nə istəyirdi? X, y 7 vur 5. 7 ilə 5-i yanaşı qoysaq, olar 75. Bizdən də x, y istəyirdi. Bu ədədi tapın, yəni. 75. 29-dan sonra 30-cu sual. Sıfırdan fərqli ədədin p-faizi. Gəlin 30 yazaq. P-faizi ilə Q-faizinin cəmi bu ədədin 0,7 hissəsinə, həmin ədədin p-faizi ilə Q-faizinin fərqi isə bu ədədin 0,1 hissəsinə bərabərdir. P-Q hasilini tapın. Hansı ədəddir bu sıfırdan fərqli? X. Olsun x ədədi. Deyir ki, bu ədədin p-faizi ilə Q-faizinin cəmi bunun 10,7 hissəsinə bərabərdir. Baxın, burada belə deyim də, lap yazaq sizdən belə. X olsun p-faiz böl 100. Faizini sapırıq. 100-ə vurub, faizə vurub 100-ə bölməklə. Plus bu ədədin Q faizi vur Q böl 100 bərabərdir 0,7. Və buradan bir xətt çəkim. Bu ədədin P faizi ilə x vur P faiz böl 100 üstəgəl x vur Q faiz, daha doğrusu çıx fərqi x vur Q faiz böl 100 bərabərdir 0,1-ə. Bunu verib, deyir PQ hasilini tapın, tapaq. Hər tərəfi vuraram 100-ə. 100-ə vursam, bu 100 gedər, qalar. Ədədin 0,7 hissəsidir. Bağışlayın, burada nə olmalıdır? 0,7 hissəsidirsə 0,7 x. Ədədin 0,1 hissəsinə onda 0,1 x-ə bərabər olar. Buradan hər tərəfi vuraram 100-ə. Onlar nə? X vur P, üstəgəl x vur Q bərabərdir. 0,7-ni 100-ə vursam 70x. Hər tərəfi x-ə bölərəm, x-dən canım qutarar, p üstəyə 2 olar, 70. Hər tərəfi 100-ə vuraram, olar, deməli, yüzlər gedər, x vur p, çıx, x vur q bərabərdir, 0,1 100-ə eləyər 10, 10x. Hər tərəfi x-ə bölsəm, x-dən canım qutarar, qalacaq nə? P çıx q də bərabərdir 10-a. Bunu alt-alt yazaq. P üstəgəl Q bərabər 70. P çıx Q bərabər 10. Bunu da sistem eləyib alt-alta toplasaq 2P.
Külllər gedər bərabər 80, P bərabərdir 40. P 40-dır. 40-la nəyi toplasam? Mənə 70 verər, Q də olacaq 30. Bu ədədlərin hasilini, PQ hasilini istəyir. P vur Q deyər, 40 vur 30, yəni 1200. Cavab oldu 1200. Bu qədər. Baxaq 31-ci suala. 31-də deyir, sıfırdan fərqli ədədin P faizi ilə Q faizinin cəmi bu ədədin 0.6 hissəsi P faizi ilə Q faizinin cəmi 0.2 hissəsinə bərabərdir. PQ hasilini tapın. Bayaqçı sualın eynidir. Burada nəyi başa düşə bilərik? P faizi ilə Q faizinin cəmi 0.6 hissədir. 0.6 hissəni gəlin çevirək faizə. Faizi çevirmək üçün nə etməliyik? 100-ə vurmalıyıq. Yəni P faizi ilə Q faizinin cəmi 0.6 hissəyə, yəni 60%-ə bərabərdir. Daha rahat formada belə yazarıq. P üstəyə Q bərabərdir 60-a. P faizi ilə Q faizinin fərqi isə 0.2 hissəsinə bərabərdir. 0.2 hissəni faizə çevirsəm eləyər 20%. Yəni P ilə Q-nun fərqi də, P faizi ilə Q faizinin fərqi də 20-dir. 20%-dir. Buradan P plus Q bərabər 60%, P çıx Q bərabərdir 20%. Bunu sistem eləsəm, 6-6 toplayanda 2P bərabərdir 80-ə, P bərabərdir 40-a. P 40-dır, aparıb yerdən qoyaq. 40-ın üzərinə nə gəlsək 60 verər, 20-ni. Deməli, Q də neçə imiş? 20. Bu ədədlərin hasilini istəyir. P vur Q də bərabərdir 40 vur 20, yəni 800. Cavab oldu 800. Baxaq 32-ci suala. Cəmi 120 olan iki ədəddən birinin 40%, digərinin 60%-nə bərabərdir. İki ədədim var. Biri x-dir, digəri y. Cəmi 120 olan iki ədəddən birinin 40%. Yəni, bu x ədədinin 40% bərabərdir, vur 40 böl 100, bərabərdir digərinin 60%-nə. Bunların da cəmi x üstəyə y nəyə bərabərdir? 120-yə. Buradan 100-ləri silərəm. Qalacaq 40x bərabərdir 60y. Sonra burada faiz işarəsi qalsın. 40x 60y. Hər tərəfdən 0 silərəm. Olar 4x bərabər 6y. Hər tərəfi də 2-yə bölsəm, olar 2x bərabərdir 3y. Bu tipli suallarda da x3, y2, k yazırıq. Və bunların cəmi 120-dir. X üstəyə y bərabərdir 120. Yəni, x3k üstəyə 2k bərabərdir 120. Yəni, 5k bərabərdir 120. K bərabərdir 120 böl 5. 24. K 24-dür. Gətirin qoyaq yerinə. 3 dənə 24 eləyər 72. 2 dənə 24 də bərabər olar 48. Bu ədədlərin hasilini tapın. Ədədlərim 72 ilə 48. Gəlin bunların hasilini tapaq. 48-i vuraq 72-yə. 2 vur 8, 6, 1 yadda. Aşağı çəkim. 2 vur 4, 8, 96, 7-ni 8-ə 56, 5 yadda, 4-ü 7-yə 28, üstünə 5 gəlsək eləyər 33. Bu da bizə verəcək 6, 5, 4, 3. 3456. Nə qəşəng rəqəm oldu bu belə. 3456. Görüm diqqətsizlik olmayıb. 96, 72, 7-ni də vurduq, elədi 336. Bəli, düzdür. 3456. Baxaq 33-cü suala. 33-də deyir, fərqi 40 olan iki ədədin kiçiyinin 60%, böyüyünün 40%-nə bərabər olarsa, bu ədədlərin hasilini tapın. Yenə iki ədədim var. Bunların fərqi 40-dır. X ilə Y. Fərqi 40 birazdan yazaram. X və Y deyir ki, birinin 60%, yəni x vur 60 böl 100 bərabərdir digərinin 40%-nə. Yəni, Y vur 40 böl 100. Məxrəcdəki 100-ləri silərəm. Onlar 60x bərabər 40y. Buradan 6x bərabərdir 4y. Sıfırları tulladım. Hər tərəfi 2-yə bölsəm, 3x bərabərdir 2y. X-ə 2y deyərəm 3k. X bərabər 2k, y bərabərdir 3k-ya. Deyir, bu ədədlərin fərqi. Y ilə x-in. Baxın, niyə y çıx x yazıram? Y böyüdür axı. Bu ədədlərin fərqi 40 olarsa. Ədədlərin fərqi 40-dırsa, y çıx x bərabərdir 40. Yəni, 3k çıx 2k bərabərdir 40. K bərabərdir 40-a.
K 40-dırsa gətirib yerinə qoyaram. 2 vur 40 eləyər 80. 3 vur 40 eləyər 120. Bu ədədlərin hasilini tapın. Gəlin tapaq. 80-i vuraram 120-yə. Eləyər neçə? 96 yanında 2 dənə 0. 9600. Baxaq 34-cü suala. 34-də deyir ki, 73 ədədini 73-ü hansı natural ədədə bölmək lazımdır ki, qismət böləndən 3% böyük, qalıq isə böləndən 4% kiçik olsun. 73-ü hansı ədədə bölmək lazımdır? Bilmirəm, deyirəm x bərabərdir nəyə? Qismət böləndən 3% böyük. Qismət olacaq böləndən 3% böyük, yəni x plus 3. Qalıq isə bundan 4% kiçik olsun. X çıx 4. Biz də bilirik ki, bölən vur qalıq plus bölən vur qismət plus qalıq bərabərdir nəyə? Ədədə. Yəni bölən x vur qismət x plus 3 üstünə də qalığı gələndə eləyəcək 73. X x kvadrat üstəgəl 3x üstəgəl x çıx 4 çıx 73 bərabərdir 0-a. X kvadrat üstəgəl 4x çıx 77 bərabər 0-a. Toplayanda bizə versin -4, vuranda isə bizə versin -77. Bu hansı ədədlərdir belə? 7 ilə -11. Mən də -11 götürmürəm, natural deyir deyə. Cavab oldu 7. C variantı. 35-də eyni sualdır. Deyir 87-ni hansı natural ədədə böldükdə? Qismət böləndən 2% böyük. Qismət 2% böyük. Qalıq isə böləndən 1% kiçik olsun. Biz də bilirik ki, bölən vur qismət plus qalıq ədədi verir. X vur x plus 2 plus qalıq bərabərdir 87-yə. X-ə x kvadrat üstəgəl 2x üstəgəl x çıx 1 bərabər, bu çıx 87 bərabər 0 yazaq. X-in kvadratı üstəgəl 3x çıx 88 bərabər 0 toplayanda -3 vuranda -88 eləyən ədədlər. Toplayanda -3 vuranda -88 eləyən ədədlər eləyəcək x1 bərabərdir. Deməli, -11, x2 də bərabərdir, müsbət 8. Biz də -11 götürənmərik, cavab olacaq müsbət 8. Y variantı. 35-dən sonra baxaq 36-cı suala. 36-da biri digərindən 4% böyük olan 2 müsbət ədədin hasili 32-dir. Biri x-dir, biri bundan 4% böyükdür. Böyük olan 2 müsbət ədədin hasili 32-dir. Bu ədədlərin cəmini tapın. X vur x plus 4 bərabərdir 32. Elə belə düşünün də, vuranda 32 eləyən ədədlər 4 ilə 8. Bunların cəmini tapın. Yəni düzdür, 2, 16 da var, amma biz biri o birisindən 4% böyük deyən kimi axılımıza bu gəlir. Bu ədədlərin cəmini tapın. 4 üstəgəl 8, 12. Ya da bunu necə yazarıq? X kvadratı üstəgəl 4x, 32-ni atdım sol tərəfə çıx 32 bərabər 0. X1 üstəgəl x2 bərabər -4, x1 vur x2 bərabərdir -32. Bu hansı ədədlərdir belə görəsən? x1, bu da x2. x1 bərabərdir. Deməli, müsbət 4, x2 -8. Biz də mənfini götürmədik, müsbət 4-ü götürdük. Ədədlərdən biri 4, digəri 4 üstəgəl 4, yəni 8. Bizdən də bunların cəmi istirdi. Tapdıq 12. Baxaq 37-ci suala. 37-də deyir, fərqi 4-ə bərabər olan 2 müsbət ədədin hasili onların cəmindən 11% böyükdür. Bu ədədlərin cəmini tapın. Deməli, fərqi 4-dür. 2 dənə ədədim var. Biri x-dir, biri y. X çıx y bərabərdir 4-ə. Bunların deyir ki, bu müsbət ədədlərin hasili x vur y cəmindən 11% böyükdür. Bu ədədlərin cəmini tapın. Sistem eləyib taparıq. Necə tapaq? Deməli, yuxarıdan x-i tapaq. X bərabərdir 11 plus x bərabərdir 4 plus y. X-i tapdım, gətirib x-in yerinə ancaq onu qoyaq. X-in yerinə qoysaq, olacaq 4 plus y vurulsun y bərabərdir. X-in yerinə yazıram 4 plus y plus bura yazdım 4 plus y. Bir dənə də bu y-im var plus 11. Buradan da vurub açaram 4-ü y-ə 4y, y-in kvadratı bərabərdir 4 üstəgəl 11, 15 üstəgəl 2y. Bunları ataq sol tərəfə. Y-in kvadratı üstəgəl 4y çıx
2y çıx 15 bərabər 0-a. Y-in kvadratı üstə gəl 2y çıx 15 bərabər 0-a. Y1 üstəgəl y2 bərabər -2, y1 vur y2 bərabər -15. Bu hansı ədədlərdir belə? Bilmirəm. Olacaq -5 ilə -3. Biz də -5 yox, -3-ü götürərik. Tapdıq ki, y neçədir? -3. X-də bərabər 4 plus y idi axı. Yəni 4 plus 3. Yəni 7. Bizdən də bunların x-dən y-in cəmi istəyir. 7 üstə gəl 3, cavab 10. B variantı. Baxaq 38-ci suala. Rəqəmləri cəmindən 4 dəfə, rəqəmləri hasilindən isə 3 dəfə böyük olan iki rəqəmli ədədin neçə sadə vurğu var? Maraqlı sualdır. Deməli, rəqəmləri cəmindən 4 dəfə böyükdür bu ədəd. Yəni, ədədim olsun x, y. Bu, rəqəmlərinin cəmindən 4 dəfə böyük, rəqəmlərinin hasilindən 3 dəfə böyükdür. X, y rəqəmlərinin hasilindən 3 dəfə böyükdür. Olan iki rəqəmli ədədin neçə sadə vurğu var? İndi bunu həll edək. Getdik. Yəni, sistem formasında həll edirik əslində. X, y atsaq üstündə xətti. 10x üstə gəl y bərabər 4x üstə gəl 4y. 4x-i ataram sol tərəfə. 10x çıx 4x bərabərdir 4y çıx y. 6x bərabərdir 3y. Hər tərəfi 3-ə bölsəm 2x bərabərdir y-ə. Yəni, y nəyə bərabərdir? 2x-ə. Bunu tapdıq. Gedirik bura. 10x üstə gəl y bərabərdir 3x y-ə. Aparıb y-in yerinə 2x-i yapışdıraq. 10x üstə gəl 2x bərabərdir 3x vurulsun 2x-ə. 12x bərabərdir 6x-in kvadratına. Buradan da 12x atıram sağ tərəfə. 6x-in kvadratı çıx 12x bərabər 0 yazmalıyam, amma mən 0-a sağda yazıram. 6x ortaq çıxarsam 6x vurulsun x çıx 2 bərabər 0. Ayrı-ayrı 0-a bərabər eləsək 6x 0, x bərabərdir 0. X çıx 2 buradan x çıx 2 bərabər 0, x bərabər 2. X-i tapdıq 2, x 2-dirsə y neçə eləyər? Eləyər 2 vur 2, 4. Y-i də tapdıq 4. Deyir ki, deməli, ədədim nə idi? X, y. Ədədim x, y idi. Yəni, 2, 4 yanaşı 24. Deyir, bu ədədin neçə sadə vurğu var? Getdik, sadə vurğulara ayıraq. 24-ü bölsəm 2, 12, 2, 6, 2, 3, 3, 1. Sadə vurğuların sayı 1, 2, 3, 4 dənə. Cavab A variantı. Baxaq 39-cu suala. 39-da deyir, iki rəqəmli ədədin rəqəmlərinin kvadratları cəmi 40. Bu ədəd ilə onun rəqəmlərin yerini dəyişdikdə alınan ədədin fərqi 36-dır. Bu ədədi 15-ə böldükdə alınan qalığı tapın. Getdik. Nə edərik? Deyir ki, iki rəqəmli ədədim var bir dənə. X, y. Rəqəmlərinin kvadratları cəmi 40-dır. Bu ədədi, deməli, bunun yerini dəyişdikdə alınan ədədin fərqi 36-dır. Yəni, bu ədəddən yerini dəyişəndə nə alınır burada? YX. Bu ədədlərin fərqi neçədir? 36. Yəni, ədəddən bunun yerini dəyişəndə çıxdığım ədəd mənə verəcək 36. X-i açaram, 10x üstə gəl y. Y-i açaram, 10y üstə gəl x bərabər 36-ya. 10x üstə gəl y. Çıx 10y çıx x bərabər 36-ya. 10x-dən x-i 9x, y-dən 10y çıx 9y bərabər 36-ya. 9-u ortaq çıxararam, 9 vur x çıx y bərabər 36-ya. 36-nı 9-a bölsəm, x çıx y bərabərdir 4 olar. 36-nı 9-a bölündə 4 eləyir. Biz də buradan, bir də var əlimizdə nə? X kvadratı üstə y-in kvadratı bərabərdir 40. Belə deyim də, burada heç əziyyət çəkməyə ehtiyac yoxdur. Niyə? Rəqəmlərdir də bunlar. Qoyub tapaq. Fərqi 4 eləyən rəqəmlər. 4 ilə 0. 4 ilə 0 heç yoxlamağıma ehtiyac yoxdur. Çünki 0 ilə başlayan rəqəm olmaz. Yerini dəyişəndə 0 ilə başlayan rəqəm olmaz. Getdik. 5, 1. 5 ilə 1-in kvadratları cəmi bizə 40 verməyəcək. 6, 2-ni yoxlasaq, 6 ilə 2-nin kvadratları cəmi 36 üstə 4, 40 verər. Deməli, bu hansı ədədlər imiş? 6 ilə 2, x6, y2. Ədədimiz nə idi? X, y.
oldu 62. Bu ədədi 62-ni 15-ə böldükdə 4 dəfə düşür, alınan qalıq istəyir. Qalıq da 2. C variantı. 39-dan sonra baxaq 40-a. Dəyişənin hansı qiymətində ifadəsinin qiyməti, bu ifadənin qiyməti, bu ifadənin qiymətindən 90 vahid böyükdür. Yazaq. 2y vur 3y çıx 1 ifadəsi y vur 7 plus 6y ifadəsindən, yəni bu, bundan 90 vahid böyükdür. Kimdir böyük? Sol tərəfdəki. Sol tərəfdəki böyükdür. Sol tərəfdəki bu böyükdür. Nə qədər böyükdür? 90 vahid. Ona görə kiçiyin üzərinə 90 gəlib bərabərləşdirdim. Vurub açaram 2y 3y 6y kvadratı çıx 2y bərabərdir. 7y üstəgəl 6y kvadratı üstəgəl 90. 6y kvadratları islah olar. Mənfi 2y çıx 7y bərabər 90-a. Mənfi 9y bərabər 90-a. Y də bərabərdir mənfi 10-a. Bizdən də y deyir tapın. Dəyişən nədir y? Cavab Y variantı. Baxaq 41-ci suala, oxşar sualdır. B-nin hansı qiymətində 2b plus 12 ifadəsinin qiyməti 3b çıx 15 ifadəsinin qiymətindən 2 dəfə çox olar. 2 dəfə çoxdursa 2-yə vuraram. 2b plus 12 bərabərdir. Vurub atsam 6b çıx 30. Buradan da 6b-ni sola 12-ni sağa atsam 2b çıx 6b bərabər mənfi 30 çıx 12. Mənfi 4b bərabər mənfi 42-yə. B də bərabər mənfi 42 böl mənfi 4. Mənfi 42 ilə mənfi 4-ü ixtisar aparanda qalar 21 böl 2. Mənfilər də gedər. 21-i 2-yə böləndə olar 10,5. Bizdən də B-nin hansı qiymətində deyirdi, B-ni istəyirdi. Cavab oldu 10,5. Baxaq 42-ci suala. Kəsrin məxrəci sürətindən 16 vahid böyükdür. Deməli, bir kəsrin var. Məxrəci sürətindən 16 vahid böyükdür. Onda sürətə x desəm, məxrəci olacaq x plus 16. 16 vahid böyük. Onu ixtisar etdikdən sonra 5-də 4 alındı. Yəni, ixtisar edəndə 5-də 4 alınıb. Demək, bu 5-də 4-ə bərabərdir. Deyir, ixtisara qədərki kəsiri tapın. Necə tapaq? Çarpazdan. 5x bərabərdir. 4 vur olsun x plus 16. 5x bərabərdir. 4x plus 64. 4x atıram sol tərəfə. 5x çıx 4x bərabər 64. X bərabər 64-ə. X-i tapdım 64. X-in yerinə 64 qoyaq bu kəsirimizdə. 64 bölünsün 64 plus 16, yəni 80-də 64. Bizdən də ixtisara qədərki kəsiri, yəni elə 80-də 64 istəyir. Cavab B variantı. 42-dən sonra baxaq 43-ə. Eyni sualdır. Deyir, biraz aşağı çəkim. Deyir ki, kəsirin məxrəci sürətindən 15 vahid böyükdür. Yəni, sürət x, məxrəc bundan 15 vahid böyük. Bunu ixtisar aparanda alınıb nə? 4-də 3. Məxrəcinə 1 atıb çarpaz eləyərəm. Məxrəcə 1 atmağa ehtiyac yoxdur. Çarpaz eləyərəm. 4x bərabər 3 vur olsun x plus 15. 4x bərabər 3x plus 45. 3x-i sola ataram. Onlar 4x çıx 3x bərabər 45. X bərabər 45. X bərabər 45 mənim kəsirim budur. Aparıb yerinə qoyaram. X bölünsün x plus 15. Yəni 45 bölünsün 45 plus 15 eləyər neçə? 45 böl 60. İxtisar edilənə qədər ki, kəsiri tapın. Tapdıq ki, elədir cavab neçə? 60-da 45. Cavab C variantı. Keçək növbəti suala. 43-dən sonra 44-də. Məxrəci sürətindən bir vahid böyük olan kəsirdə onun tərsinin cəmi 2,5 olarsa bu kəsiri tapın. Tapaq. Demək, bir dənə kəsirim var. Məxrəci sürətindən bir vahid böyük. Sürətə x desəm, məxrəc x plus 1 olar. Kəsirim, baxın, budur. Bu mənim kəsirimdir. Deyir ki, bu kəsirlə, buradan yazım, kəsirim nə oldu? X bölünsün x plus 1. Bu kəsirlə, bu kəsirin tərsinin cəmi bizə 2,5 verir. Ortaq məxrəc bunların hasili x vur x plus 1. Bunu vuracam x-ə, bunu vuracam x plus 1-ə. Olacaq nə? X-in kvadratı üstəyə x plus 1-in kvadratı bərabərdir. Bunu da yazaram necə? 205 böl 100. Bunu çevirdim onluq kəsirə.
X-in kvadratı üstəgəl x-in kvadratı üstəgəl 2x üstəgəl 1 bölünsün x-in kvadratı üstəgəl x bərabər ixtisar aparsam 5-ə böləndə aşağıda 20, yuxarıda 41 dəfə düşür. Olacaq 20-də 41. Buradan da 2x-in kvadratı üstəgəl 2x üstəgəl 1 bölünsün x-in kvadratı üstəgəl x bərabərdir 41 böl 20. Bunu çarpaz eləsək olacaq nə? 41-i bu hissəyə vursam 41x-in kvadratı üstəgəl 41x bərabər 20-ni 2x-in kvadratına 40x-in kvadratı üstəgəl 20-ni 2x-ə 40x üstəgəl 20. Bunların hamısını ataram sol tərəfə. 41x-in kvadratı üstəgəl 41x çıx 40x-in kvadratı çıx 40x çıx 20 bərabər 0-a. 41x-in kvadratından 40x-i çıxanda x kvadratı, 41x-dən 40-ı çıxanda plus x çıx 20 bərabərdir 0. Burada tənliyin köklərinin cəmi bərabər -1, tənliyin köklərinin hasili bərabər -20. Hansı ədədlərdir toplayanda -1, vuranda -20 eləyir? Eləyəcək. Deməli, müsbət 4-lə -5. -5-i götürmərəm, çünki biz belə bir kəsir yazsaq, x bölünsün x plus 1. -5-i yerinə qoysaq, tutaq ki, burada -5 bölünsün -5 plus 1 bizə -5 böl -4 verəcək. Bu da 5 böl 4 eləyəcək və bunda da məxrəc böyük olmaz. Ona görə bu səhvdir. Cavab 4. X-i 4 götürərəm. Məndən nə istəyir? Bu kəsiri tapın. Kəsirim nə idi dedi? Kəsirim buydu. X bölünsün x plus 1. Yəni 4 bölünsün 4 plus 1. Bu da eləyər 5-də 4. Bu da 0.8-dir. Cavab D variantı. Baxaq 45-ci suala. 45-də deyir, sürəti və məxrəci qarşılıqlı sadə olan kəsirin özü ilə tərsinin fərqi 15-də 16-dır. Kəsirin sürəti məxrəcindən 2 vahid böyük olarsa, sürət və məxrəcin cəmini tapın. Getdik. Gəlin tapaq. Demək, 45-də nə edərik? Sürəti və məxrəci deyir, kəsirin sürəti məxrəcindən 2 vahid böyük. Sürəti məxrəcindən 2 vahid böyükdür. Onda məxrəcə x deyərəm. Bu dəfə məxrəcə x deyərəm. Sürəti x plus 2 olar. Və bunun özü ilə tərsinin fərqi. Bundan çıxaram, bunun tərsini. Bunun tərsini eləyər. Olacaq x böl x plus 2. Sürət böyüdür 2 vahid. Bunun tərsini çevirdim. Oldu bu. Bunların fərqi nədir? 15-də 16. Bunu həll edərik. Həll edəsək. Deməli, bu hissədə ortaq məxrəci gətirərəm. Ortaq məxrəc bunların hasili x vur x plus 2. Bunu vuracam x plus 2-yə, bunu vuracam x-ə. X plus 2-nin kvadratı çıx x-in kvadratı bərabərdir 15-də 16-ya. X plus 2-nin kvadratı x kvadratı üstəgəl 4x üstəgəl 4 çıx x-in kvadratı bölünsün x kvadratı üstəgəl 2x bərabərdir 15-də 16-ya. X-in kvadratlar gedər, qalar 4x üstəgəl 4 bölünsün x kvadratı üstəgəl 2x bərabər 15-də 16-ya. 16-nı bura, 15-i bura vursaq, 16 vur x kvadratı, 16x kvadratı üstəgəl 32x bərabərdir 15-i 4-ə 60x çıxılsın 60 plus 60. Bunları ataram sol tərəfə. 16x-in kvadratı üstəgəl 32x çıx 60x çıx 60 bərabər 0-a. 16x-in kvadratı üstəgəl, daha doğrusu 32x-dən 60x-i çıxsaq eləyər çıx 28x çıx 60 bərabərdir 0-a. Buradan hər tərəf 4-ə bölünür. 4-ə bölsəm bizə verəcək 4x-in kvadratı çıx 7x çıx 15 bərabərdir 0-a. Buradan da diskriminantdan həll edərik. D bərabərdir mənfi b-nin, daha doğrusu b-nin kvadratı çıx 4ac. 4 vur a vur c. Bu da eləyəcək. Deməli, mənfi 7-nin kvadratı 49, mənfi bizə verəcək müsbət plus 4 vur 4 vur 15. 4-ü 15-ə vursaq 60, onu da 4-ə vursaq eləyər 240. Bunları da toplayanda 289. X1 bərabərdir. Ortadakı nəşsə 7 plus kök altında diskriminant bölünsün 2a. 7 üstəgəl kök altında 289. Bu 17-nin kvadratı idi. Bölünsün 2 vur 4. Yəni 24 böl 8 eləyəcək 3.
O birisini yoxlamağıma ehtiyac yoxdur. 7 çıxılsın kök altında diskriminant, yəni 17 bölü 8 mənfi ədəd verəcək. Bu da mənfi ədəd olmaz. X1-i tapdım 3. Düzdür? X1 3-dür. Bu nədir? Məxrəc. Baxın bu nə idi? Bizim gəldim bura, kəsirim buydu. X-i tapdım 3, bu eləyir 3, bu eləyir 3 istəyir 2, 5. Sürəti 5, məxrəci 3, sürət və məxrəcin cəmini istəyir 3 istəyir 5, cavab 8. Keçək 46-cı suala. Məxrəci ilə sürətinin cəmi 48 olan kəsirin qiyməti 3/1-ə bərabərdir. Deməli, məxrəci ilə sürətin cəmi 48-dir. Yazıram ki, x üstəgəl y bərabər 48, x bölü y bərabərdir 3/1. Baxın, cəmi 48-dir. Bunların biraz bu tərəfdən yazım. Sürət və məxrəcin. Böləndə isə, yəni sürəti məxrəcə böləndə isə 3/1 verir. Bunu da çarpaz eləyərəm. Y bərabərdir 3x. Aparıb yerinə qoyaram. X üstəgəl y-in yerinə 3x bərabər 48, 4x 48 olarsa, x də bərabərdir 12. X 12-dir, y 3x-dir. 3 vur 12, yəni 36. Bizdən bu kəsirin sürəti məxrəcindən nə qədər azdır soruşur. Yəni 36 çıx 12, cavab 24. Y variantı. Bu qədər. Bu mövzunun suallarından da bu qədər. Sualları yenə də deyirəm, diqqətlə işləyin. Sağ olun, imtahanda hamınıza uğurlar. Videonu bəyənib kanala abunə olmağı unutmayın.